Yevlax şəhər icra hakimiyyətinin başçısı Qoca Səmədov rayonun Yaldiri kəndində sakinlərin şikayət və təkliflərini dinlədi. Sakinlər kəndin yolunun yenilənməsi, sahələrin suvarılması ilə bağlı vəziyyətin yaxşılaşdırılması, uşaq bağçasının tikintisi və digər bu kimi məsələlərin həllində onlara kömək göstərilməsini istədilər. 50 il bundan əvvəl çəkilmiş turbalar var, köhnə artizan var orada. Həmin o artizanın turbaları xarab olub hamısı. Və onun düzəldilməsində, təşkil olunmasını istəyirəm ki, biz o çətinlikdən çıxaq. Bu yaxın günlərdə sizin kəndinizdə bir artizan və yaxud su təmizləyici qurğu qurulacaqdır. Mənim oğluma da ev olsun, dokumentlər də verirdi. 4 başlı ailədir. Veteran 2-ci qrup Qarabağ 50-dir. İçməyə su, hələ məhəlləni demirəm. İndi məhəlləni nəsə ağ su ilə, zazından, motorla suluyuruq. Amma içməyə yoxumuzdur. Sakinlər bəzən ünvanlı sosial yardımların alınmasında çətinliklərlə üzləşdiklərini dedilər. Görüş zamanı hazırda iribuynuzlu heyvanlar arasında yayılan xəstəlik də diqqət mərkəzində oldu. Kənddə təbii qaz probleminin olduğu da icra başçısının nəzərinə çatdırıldı. Qaz kəndin yuxarı hissəsinə getmirdi. İndi daha söz verdilər ki, məşğul olacaqlar, hər şey yaxşı həll olacaq. Qazımız olmur qışda, ona görə çox çətinlik çəkirik. Bu girəcəkdə qaz var, bizdə yoxdur. İcra başçısı bəzi məsələlərin yerində zaman tələb edən işlərin isə yaxın vaxtlarda həllini tapması üçün müvafiq qurumlara göstərişlərini verdi. Vətəndaşların nəzərə alaq ki, ora gəlməsi xeyli çətindir. Ona görə də başçının təsdiq etdiyi qrafika əsasən yerlərdə səyyar qəbullar təşkil edir. Səyyar qəbullarda şəhər idarə və müəssisə təşkilatının rəhbərləri, şəhər icra hakimiyyəti başçısı aparatının məsulçiləri iştirak edirlər. Qeyd edək ki, rayonun digər kəndlərində də belə görüşlərin keçirilməsi planlaşdırılır. Rəhman Əsədov, Xəyyam Rəsulov, LTV Yevlax.